Çalışın evlənərkən arıq, hündür, sarışın və rəngli gözlü qızla evlənin. Niyəmi? Məncə niyəsini uzun-uzadı izah eləməyə ehtiyac yoxdur. Arıqdırsa da deməli köklük kompleksi yoxdur. Deməli ilin 12 ayı diyet saxlamayacaqdır və sizi əlavə xərcə salmayacaqdır. Hündür boyludursa da deməli balaca boylu kompleksi yaşamayacaqdır. Hündür davan ayaqqabı aldırıb sizi əlavə xərcə salmayacaqdır. Sarışın mı? Ümumiyyətcə sarışınlardan adətən əksəriyyətin xoşu gəlir və sarı rəngə baxmaq insanı xoşbəxt eləyir. Və əlavətən saçını saraldıb, bir də sizi əlavə xərcə salmayacaq. Rəngli gözlümü. Ümumiyyətcə rəngli gözlü insana daha cazibədar gəlir. Üstəlik də ki, bəzi rəngli gözlü olmayanlar əlavə linzalar taxaraq özlərini daha gözəl göstərmək istəyirlər. Bu Allah bəndəsində elə gözü anadan gəlmə Allah xəlq eləyən rəngli olduğuna görə bir də əlavə xərcə də gənə düşməyəcəksiniz. Yalnız bunlar kifayətdir məncə ki, evlənərkən arıq, hündür, sarışın və rəngli gözlü qızla evlənəsən. Və əlbəttə ki, ənənəmizə sadiq qalaraq yaşı 20-dən aşağı, yəni 17, 18, 19 və 20 yaşlı arıq, hündür, sarışın, rəngli gözlü qızla evlənərsənsə, elə bil ki, dünya həyatında bir huri ilə bir yerdə yaşayırsan. Allah xoşbəxt eləsin. Bu kişi, bu oğlan, bu vətəndaş, bu yoldaş hardan gəlib, hardan çıxıb bilmirəm. Deyilənə görə Gürcüstanda yaşayır, özü deyir. Belə əcayib tövsiyələri var, əcayib təklifləri var kişilərə, oğlanlara. Mən yazdım bunun şəxsinə, qəbul etmədi mənim. Yəni ki, izləmədə yoxdur, mən onda izləmədə yoxam ona görə. Yazım ki, bəs qadın, kişilər üçün yazırsan, kişilər belə olsun, belə qızla evlənsin, belə qızın boyu uca olsun, beyli incə olsun, gözü sarışın olsun, ayaqları nazik olsun, uzun olsun, gözləri linzasız olsun, mavi olsun. İstədim ona yazım ki, bəs bu qadınlar necə kişi istəsin, neçə yaşında kişiyə ərə getsin. Ay kişi, sən bilmirəm, nə bilim, o bizə bəzən deyirlər, çarpaydan yerə düşmüsən, ya başın balıncıdan yerə düşüb, ya uşaq vaxtı nə olub sənə ki, sən belə bu məhz kişilərlə bağlı bu fikirlər yürüdürsən, fikirlər söyləyirsən, tövsiyələr verirsən. Dünyanın bu çətin vaxtında, dünyanın o oğlanların çox olan bir vaxtında, qızların az olan bir vaxtında, artıq o balans pozulub da, bilirsiniz də, qızlar azalıb, oğlanlar daha çoxdur. O balans pozulduğuna görə oğlanlar artıq 35-dən, 40-dan yaşı keçib normal, yəni qız yoxdur da, axtarır analar. Yoxdur. İndi bu da deyir ki, boyu uca olsun, saçı uzun olsun, sarışın olsun, gözü göy olsun, nə bilim, bəs parfümü, nə parfüm olsun. Ay kişi, bir ağıllı məsləhət ver. Bir ağıllı məsləhət ver. Sara Səfradan da sənə tövsiyə.